Türkiye Silahlı Qüvvələrinin Yüksək Əskəri Şurasının toplantısı keçirilib. Silahlı Qüvvələrin baş qərargahında keçirilən toplantıya Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğan sədrlik edib. Toplantıda Türkiyə Silahlı Qüvvələrində rəhbər dəyişikliyi, həmçinin bir qrup zabitə yeni rütbə və vəzifələrin verilməsi məsələsinə baxılır. Əsas məsələ isə baş qərargahın yeni rəisinin və jandarma baş komandanının təyinatıdır. Qeyd edək ki, baş qərargah rəisi ordu generalı İlker Başqun və jandarma baş komandanı ordu generalı Atilla Işıq avqustun 30-dan xidmət müddətini başa vuraraq təqaüdə çıxır. Baş qərargah rəisi postuna isə quru qoşunlarının komandanı ordu generalı İşıq Koşanyerin təyinatı gözlənilir. Koşanyer bu vəzifədə təqaüdə çıxacağı müddətə qədər, artırılması 45 polkovnik isə general və admiral rütbələrinin verilməsi gözlənilir. Toplantıda mətbuata heç bir açıqlama verilməyib. Yüksək Əskəri Şuranın bu toplantısı avqustun 4-ünə qədər davam edəcək. Alınmış qərarların da məhz sonuncu gün açıqlanacağı gözlənilir. Yeni bir uğura yazıqlar. Yeni texnologiya sayəsində ürək xəstəliklərinin qarşısını əvvəlcədən almaq mümkün olacaq. Uğurlar Türk dünyasına xidmət etməkdə davam edir. Uzun müddət davam edən çalışmalardan sonra ərsəyə gələn ürək skaneri Türk dünyasında yeni səhifə olacaq. Xəstə arteriyaların təsvirini 2 dəfə daha aydın verən yeni alət xəstəliklərin qarşısını ilkin mərhələdə almağa imkan verəcək. İkinci də tədqiqatlara başladı. İlk mərhələdə qan damarlarını skanerlə görməkdə çətinlik çəkildi. Damarı görsək də daxildə ama bu yeni skaner bize her şeyi gösteriyor. Yeni skaner 5 saniye içinde 220 fərqli dərəcədən ürəyin rentgenini çəkir. Kompüterlər bu məlumatı 3 ölçülü görüntüyə çevirir. Həkimlər toxuma, damar və digər ünsürləri görmək üçün renk qataraq ürəyin istədikləri dərəcədən görə bilirlər. Los Angeles şəhərində isə beynəlxalq interaktiv texnologiya sərgisi təşkil olunur. 200 firmanın son məhsullarının nümayiş olunduğu sərgidə insan kimi hərəkət edən robotlar və insan hərəkətlərinin eynisini göstərən 3 ölçülü ekranlar olur. Bu adı robota benzese de hareketleri demiyorlar ki insan hareketlerinin eynisidir. Bu robot insan omurgası ve omba hareketlerinden numara götürülerek dizayn edilmiş. Meksikada təşkil edilən mətbəx ənənəsini qoruma aksiyasında maraqlı anlar yaşanıb. 45 restoran tərəfindən ortaq hazırlanan 48 metr uzunluğundakı sandviç görənlərin marağına səbəb olub. Görenlerin iştahını çan bu maraklı görüntüler deniz kazandı. Rekorlar kitabına düşmek meksedi taşımayan ve tekçe Meksika mezmesi medeniyetini korumak meksedi güden bu teşebbüs insanların büyük marağına sebep olup